Salam əziz müəllimlər, mən Şahanə Arif. Bugün sizlərə çərçivənizdə yer alan Montessori pedaqoji yanaşmasına aid bir testin izahına baxacağıq. Hansı ki, müəllimlərim bu test sınavını yerinə yetirərkən əksəriyyət cavabları yanlış olaraq götürmüşdülər. Gəlin baxaq görək işin sirri nədədir. Bir o qədər sadə, amma müəllimlər üçün də lazım olan məlumatlar məhz bu testdə öz əksini tapır. Belə ki, Əli və Orxan birlikdə mozaika düzəldirlər. Əli bir qədər dəstək alır, Orxan isə ona kömək edir. Montessori metoduna əsasən bu fəaliyyət hansı iş formasına aid edilə bilər? Müəllimlər, gördüyünüz kimi iki tərəfli münasibət və şəxslər arası münasibət olduğu üçün bizim müasir təhsil proqramına uyğun olan əksər müəllim cavabı cütlər götürür. Amma yanlış olan nədir? Montessori yanaşmasına uyğun olaraq iki iş formasından istifadə olunurdu. Bunlardan biri fərdi və digəri isə qruplar iş forması idi. Və ona görə də baxmayaraq ki, 2 nəfər testdə qeyd olunub, 2 və 4 nəfərlik qruplar məhz Montessori qrupları hesab olunurdu. Ona görə düzgün cavab qruplar iş forması. Müasir təhsilimiz olsaydı, təbii ki, hal-hazırda mövcud və yaxud Waldorf pedaqoji yanaşması olsaydı, Reggio Emilia olsaydı, cütləri götürərdik. Montessori'də cüt yox idi.